Bu enişin uzun müddətli davam edəcəyini mən gözləmirəm. Neftin qiymətlərinin 55-65 dollar intervalında olacağı gözlənilir. Dünya bazarlarında qara qızıl yenidən ucuzlaşır. Brent markalı neft 60, Qərbi Texas markalı neft isə bundan da aşağı 58 dollara təklif olunub. Məsələ burasındadır ki, bir tərəfdən OPEC Plus ölkələri hasilatı noyabr ayından etibarən artırmağa qərar veriblər. Bu amil onsuz da xam mal üçün korluq çəkməyən bazara əlavə neftin daxil olması deməkdir. Təsadüfi deyil ki, Beynəlxalq Enerji Agentliyi 2026-cı ildə bazarda lazım olandan gündəlik 4 milyon barel daha çox xam neft olacağını proqnozlaşdırıb. Digər tərəfdən Birləşmiş Ştatlarla Çin arasındakı gərginlik iqtisadi artımın aşağı düşəcəyi fonunda bu dəfə neftə tələbatın azalacağı ilə bağlı gözləntilər yaradır. Qiymətlərə təsir göstərən faktor təkcə bu deyil. Qlobal dünyada baş verənlər, geosiyasi proseslər, müharibələr, deməli, istehsal və tədarük zəncirində olan qırılmalar nəticə etibarilə neft olan tələbatı bir qədər azaldır və bu da təbii ki, bazara öz təsirini göstərir. Eyni zamanda alternativ enerji mənbələrindən davamlı olaraq istifadənin artması neft qiymətlərinə təsir göstərən faktorlardan biridir. Amma bütün hallarda bu enişin uzun müddətli davam edəcəyini mən gözləmirəm. Hesab edirəm ki, 2025-ci il məhz 65-70 dollar ətrafında daha çox qarşıdakı dönəmdə də dalgalanacağını biz görəcəyik. Son illər qeyri-neft gəlirləri artsa da, neftin qiymətinin Azərbaycan iqtisadiyyatındakı əhəmiyyətli rolu davam edir. Bu baxımdan ucuzlaşmanın ölkənin gəlirlərinə təsiri həmişə aktualdır. Söhbət ondan gedir ki, 2025-ci ilin dövlət büdcəsində neftin qiyməti hazırda dünya bazarında olan qiymətdən daha yüksək, 70 dollar nəzərdə tutulub. İlin ilk 3 rübündə bu proqnoz özünü doğrulur. Yəni neftin orta qiyməti 70 dolların üzərində olur. Amma 4-cü rübdən oktyabr ayından etibarən neftin qiymətləri 70-in altında davam edir, 70-dən aşağı düşür. Amma bu il üçün hər hansı bir ciddi sınaq gözlənilmir. Çünki qeyd etdiyim kimi ilin uzun müddət neft qiymətlərinin, orta neft qiymətlərinin 70 dollar üzərində qalması büdcə prosesinə problem yaratmayıb. Amma növbəti il üçün neftin qiymətlərinin 55-65 dollar intervalında olacağı gözlənilir. İqtisadçı deyir ki, qiymətin 10 dollar ucuzlaşması Azərbaycanın illik gəlirini 2,1 milyard manat azaldır. Elə Dövlət Neft Fondunun gəlirlərinə nəzər salanda 2025-ci ilin birinci yarısında 2024-cü ilin eyni dövrü ilə müqayisədə Azəriçıraq günəşli yataqlarından daxil olan vəsaitin 13,3% azaldığı məlum olur. Lakin gəlirlərin azalması fonddan dövlət büdcəsinə köçürülən vəsaitin məbləğinə təsir etməyib. 2025-ci ilin yanvar-sentyabr aylarında büdcə öhdəliyi tam icra olunub. Həmçinin ölkənin valyuta ehtiyatlarında artım qeydə alınıb.